Herkes soruşur. Aygül Kazanov bu qədər geyimi neymiş sonra? Geyimlərin hamısı özündə qalır. Deyim ki, əslində paltarı heç hədiyyə etmək olmaz. Öz geyindiyin libası kiməsə hədiyyə eləmək olmaz. Satmaq da ki, mənim əlimdən gəlmir. O istedad məndə yoxdur ki, onu satın, biznes edeyim. Və həmişə elə olur ki, həmişə paltarlarıma, libaslarıma mən çox bağlı olmuşam. Onlar mənə bir dəfə geyinsəm də, hərəsi bir xatirədir, hərəsi bir, yəni elə bir, çünki sıradan da bir şey geyinmirəm mən. Maşallah, komandamda mən doğrudan da hər gün səhnəyə çıxıram mən demək olar ki, və hər gündə yeni bir obrazda, yeni bir işlə, mən bunu sənət əsəri deyərdim hətta. Baxmayaraq ki, bu konsertdir, baxmayaraq ki, bu bir mahnı oxuyacağım, baxmayaraq ki, bir saat oxuyacağım, baxmayaraq ki, hansısa bir çəkilişdir, fərqi yoxdur. Çox böyük komandam və illərlə çalışdığım insanlar, bu Ruxadır, bu Rufatdır və mənim Günəşimdir, ondan sonra saç ustamdır və köməkçilərimdir. Yəni doğrudan da böyük komanda çalışır. Bir mahnı çıxışımın belə üzərində. Aygül xanım bir dəfəyə mağazaya gedəndə nə qədər shopping edə bilər? Mən mağazaya özü girmirəm, mağaza özü gəlir bizə. Mən nə qədər shopping edə bilərəm? Çox. Və sizə bu məqamda durğayan olur. Kim sizə mane olur shopping Kim mənə adətən Ruxa deyir ki, bəsdir aldın, bəsdir, bu qədər pul verdin geyimlərə, amma ki, sonra özü deyir, hə, bu çox gözəldir, bunu ala bilərsən. Yəni, bilirlər ki, bu məndə böyük bir sevgidir doğrudan. O da əlbəttə ki, həm qadınlığımdan, həm sənətimə olan bu sevgimdən irəli gəlir. Aygül xanımın bir günü necə başlayır, necə bitir? Mənim bir günüm səhər çox tezdən, erkəndən başlayır. Sevdiyim qızlarımın ətrafında, yəni də Şarlin Merlinin ətrafında. Başlayıram suyla, isti suyla, ondan sonra zeytun yağı, sonra kofe, sonra başlayıram idmana. Yaydısa güneşlənməyə, başlayıram dənizin ətrafında gəzməyə. Ondan sonra gəlirəm bir müddətdən sonra yemək yeyirəm. Sonra biraz dincəlirəm, sonra artıq başlayır. Bugün mən nə geyinəcəm? Güclü qadın olmaq sizin üçün nə deməkdir? Güclü qadın olmaq mənim üçün Aygün Kazanov deməkdir. Qadının cazibədar edən xüsusiyyəti mənə gəlir ki, onun özəlliyidir, onun təmkinli olmağıdır, onun hövsələli olmağıdır, onun əsl qadına xas olan xüsusiyyətləri. Bilirsiniz, yaxşı təsir də eləyə bilir, pis təsir də eləyə bilir. Mən deyərdim hətta 50-50. Hansı halda pis təsir eləyə bilər? Hansı